بسم الله الرحمن الرحيم آمن الرسول بما أنزل إليه من ربه والمؤمنون كل آمن بالله وملائكته وكتبه ورسله لا نفرق بين أحد من رسله وقالوا سمعنا وأطعنا غفرانك ربنا وإليك المصير السلام عليك أيها العبد الصالح المطيع لله ولرسوله ولأمير المؤمنين. Xatırlayırsınızsa dedik ki, insan dünyada yaşadığına göre intizardadır. Nəyin intizarındadır? Allaha dönəcəyi günü gözləyir. Çünki insanın əsl məskəni, vətəni bu dünyadır. Bu dünya insan üçün qərargah, yer kimi qərar verilməyib. İnsan başqa aləmdən, daha uca aləmdən gəlib bu dünyaya düşüb, enib və ona görə də bir narahatçılıq keçirir ki, nə zaman öz həqiqi vətənimə qayıdacam, öz həqiqi məskənimə qayıdacam. Bu intizarın əsl fəlsəfəsidir. Və dedik, bunun İmam Zaman ağanın zuhurunu gözləməklə nə əlaqəsi var? Əlaqə bundadır ki, insan ki dünyada Allahdan uzaq düşüb, ürəyində bir darıxmaq halı yaranır, darıxır və bu qəmi qüssəni azaltmaq üçün Allah öz nümayəndəsini insanların içinə göndərir ki, bizim dilimizlə desək, Allahın iyini insanlar ondan alsınlar. Yəni o insanlara Allahı xatırladır. Bu dünyadakı insan Allahdan ayrı düşüb, bu ayrılıq dərdini yüngülləşdirmək üçün Allah öz seçdiyi adamı insanların arasına göndərir. Əvvəla bu suala qısa cavab verim, keçək bəhsin özünə. Sual budur ki, sizdə belə bir sual yarana bilər ki, bizim nəyimizə lazımdır ki, İmam Zaman əleyhissalam gəlib, necə bir dövlət quracaq? Gələr, inşallah görərik. Bugün bizim üçün nə ehtiyac var ki, o quracağı cəmiyyətin xüsusiyyətlərini tanıyaq. Məsələ burasındadır ki, insan o düzəni tanımadan İslamın ictimai konsepsiyasını başa düşə bilməz və insan bilməsə ki, İmam Zaman gəlib neyniyəcək, bugün öz vəzifəsini bilməz. Yəni insan bilsə ki, hədəf nədir, o hədəfə doğru addımlayar, hərəkət eləyər. Ona görə əvvəl gərək bilək, hədəf nədir? İslam necə bir cəmiyyət istəyir ki, bugündən o cəmiyyətin hazırlığını özümüzdə və cəmiyyətdə yaradaq. Yadınızdadırsa dedim, 5 şərti var intizarın. Xatırlayırsınızsa, 5 şərti var. İntizar 5 şərt əsasındadır. Birincisi budur ki, insan mövcud vəziyyətdən narahat ola, narazı qala. Deyək ki, gərək belə olmasın. Belə olmamalıdır. Bugün dünyanın insanlarının bir çoxu bilmir ki, belə olmamalıdır. Dünyanın qərbdə getsin, danışsın insanlarla, onlar deyir ki, bəs necə olmalıdır, elə yaşayış belə olar. Dünya elə belə olmalıdır. Onlar bilmir ki, belə olmamalıdır.
Elə bilirlər hər şey əladır, hər şey yaxşıdır. Yaxud nəysə nöqsan, eyb varsa da belə düşünürlər ki, elə bu təbiidir bu nöqsanlar. Dünya belə gəlib, belə də gedəcək. Bəziləri bu fikirdədir. Hətta elə baxışlar, fəlsəfi fikirlər, məktəblər var ki, bütün dəyər anlayışlarını şübhə altına alır. Demirsiniz ki, kimin zoru çoxdur, gücü çoxdur, o hakimdir müasir dünyada, bu düzdür. Nietzsche fəlsəfə yaratdı, dedi ki, bu elə doğrusu budur elə. Əxlaq, rəhim, mərhəmət bu azizlərin uydurduğu kateqoriyalardır. Əxlaq adında dünyada bir şey yoxdur. Dünya elə belə idarə olunmalıdır ki, kimin gücü var, zəifi əzməlidir deyə görürsənsə, bir nəfər köməyə çağırır, Nietzsche'nin fəlsəfəsi idi bu. Qərb fəlsəfəsinin tərkib hissəsidir. Deyirdi, görsən bir nəfər səni köməyə çağırır, get başından vur. Dünyanı meşə qanunu ilə idarə eləmək lazımdır. Güclülər zəifləri əzməlidir. Bu ədalətsizlikləri nəinki inkar eləmir, əksinə bir elmin nəzəri əsas da gətirir ki, elə belə də olmalıdır, elə qaydası budur yaşayışın. Amma insan imam zaman gözləyirsə, intizardadırsa, əvvəl gərək bilsin ki, dünya belə olmamalıdır. İkinci nə şərt, hansı şərtdir? İkinci şərt budur ki, bilməlidir ki, bəs necə olmalıdır? Necə olmalıdır barədə təsəvvürə malik olmalıdır. Yaxşı, belə olmamalıdır, bəs dünya necə olmalıdır? İkinci məsələ budur. Şərt budur ki, gərək insan agah ola, necə olmalıdır? Bunu bilə. İmam Zaman cəmiyyəti necə olacaq? Bu suallar da hələ cavablandırmamışıq biz. Heç bugün də çatdırmarıq, cavablandıraq. Necə bir cəmiyyət quracaq? Pis adamlar ki var, onlar hara gedəcək o cəmiyyətdə? Necə olacaq onların işi? Pislər necə dönüb birdən yaxşı olacaqlar? Qorxudan görəcəklər, pis olanların başını kəsirlər, qorxub yaxşı olacaqlar. Səhv fikir olmayacaq demək olar ki. Səhv əqidə demək olar ki, olmayacaq. Bu necə olacaq? Bəlkə səhvə zəmin olmayacaq səhv düşünməyə. Bəlkə o dövrdə səhv düşünməyə zəmin qalmayacaq. Bəziləri elə fikirləşir ki, İmam Zaman əleyhissalam qanun gücünə dünyanı nizama salacaq. Mən deyərəm, bugün qərb dünyasının ən böyük eyiblərindən biri bilirsiniz nədir? Qərb dünyasının ən böyük eyiblərindən, nöqsanlarından biri budur ki, qərb sırf qanunlarla idarə olunur. Qanun lazımdır, heç kəs qanunun lazımlığını inkar eləyə bilməz. Qanun vacib lazımdır, amma bu qədər çox qanun lazımdır. Həyatın hər sahəsi mi qanunla idarə olunmalıdır? Bu qədər qanun çoxluğu özü bir tərəqqidir, yoxsa tənəzzül? Qərb dünyasında əsas nöqsanlardan biri budur ki, cəmiyyət mexaniki yaşayır, sırf qanunların itaətində yaşayır. Həyatın hər sahəsinə qanun deyiblər. Hətta mən baxdım, bir nəfər müsahibə verirdi, Fransa vətəndaşı Azərbaycan qəzetlərinin birindən müsahibə verirdi. Özü Kenyalıdır, gəlib Fransada yaşayıb, sonra da Azərbaycana köçüb, deyir, hətta Fransada ananın, atanın uşağı öpüb nəvaziş eləməyə ixtiyarı yoxdur qanunla. Bu uşağın şəxsiyyətini aşağılamaqdır. Bura qədər qanunlarla, səhvliyi ilə, düzlüyü ilə işimiz yoxdur, səhv sözdür, düzdür. Görün, nə dərəcədə qanunun hər bir cüziyyat qanunla tənzimlənir. Bu öz-özlüyündə yaxşı haldır. İmam Zaman dövründə də insanları sərt qanunlarla idarə edəcək İmam Zaman yoxsa yox. Əgər belə olmayacaqsa, o zaman necə islah eləyəcək? Hansı şəkildə islah eləyəcək? Bəziləri elə zənn eləyir ki, sırf yer dəyişmə olacaq. Bugünkü qüdrətlərin yerinə İmam Zaman keçəcək. Və indi necə idarə eləyirlər dünyanı? İmam Zaman da təqribən o üsullardan istifadə eləyəcək. Dünyanı indi necə idarə eləyirlər? Necə olur ki, insanlar onlara lazım olan tərzdə düşünürlər? Qeyri-iradi şəkildə insan düşüncəsinə təsir qoyurlar indiki zamanda, filmlər vasitəsilə. Bir adam gəlib mənim cibimə girsə, deyərəm, oğurluq eləmə. Amma bizim fikrimizi oğurlayırlar, biz etiraz eləmirik dünyaya. O filmlərə, o mədəniyyətə ki, gəlib insanların
qeyri-iradi şəkildə insanları fərqli düşünməyə vadar eləyir. İnsan özü də bilmədən birdən görür ki, başqa cür düşünür. İnsan düşüncəsinə təsir qoyurlar. İmam Zaman dinini necə təbliğ edəcək bu üsullarla? Din bizə icazə vermir, hətta haqqı qeyri-iradi vasitə ilə təbliğ eləyəsən. Yəni belə eləyəsən ki, insanlar özləri də bilmədən haqqa bağlansınlar, haqqı sevsinlər. Din buna icazə vermir. O qədər dini bəziyəsən, düzəyəsən, alladasan cəmaatı ki, dinə tərəf çəkəsən. Buna din icazə vermir. Bu üsula əl atmağa icazə vermir. İmam Zaman dövründə din necə təbliğ olunacaq? Bunlar hamısı suallardır ki, inşallah tədricən bunları cavablandırarıq. Keçən dəfə demişdim, İmam Rıza filmindəki kimi İmam Rızanı göstərir üzündə nur. Bu düzgün yoldur imamı tanıtdırmaq üçün. İnsanlarda bir mistik təsəvvür yaranır imamlar barədə. Üzündən nur saçır hər yana. Amma İmam Əleyhisselam əksin deyir. Əleyhisselam buyurur ki, Nəhcül Bəlağədə Allah peyğəmbərlərə istəsəydi, xüsusi bir tac qoyardı başlarına, peyğəmbərlik tacı. Yəni qeyri-adi bir şey olardı, onların üzündən bilinərdi ki, peyğəmbərdir. Amma Allah belə eləmədi. Peyğəmbərləri adi insanların içindən seçdi. İmam Rızanın nuru var idi, amma gözlə hiss olunan nur deyildi. O nuru ki sən bugün verirsən, sən imam haqqında uşaqlarda təsəvvürü dəyişirsən. O imam deyəndə hansısa qeyri-adi mistik bir şəxsiyyət təsəvvür eləyir. Sabah İmam Zaman zuhur eləyəndə də o təsəvvüründə olanla reallıq arasında fərq olacaq. Onda şübhə yaranacaq onun imamətinə. İmam Rızanı belə sevdirməyə ehtiyac yoxdur onun üzündən. Göstərmək istəmirsən, göstərmə ümumiyyətlə. O başqa məsələdir. Amma hansısa bu dolayı vasitələrdən istifadə eləməyəsən. Bir nəfər mənə deyir ki, Həzrət Əli barədə film vardı. Mən baxmışdınız yəqin ki ona. Deyir, o düzdür, orada əlini göstərdilər Həzrət Əlini. Əli göründü. Soruşursan ki, niyə düzdür? Deyir, Əli Aleyhisselamın axı ehtiramı var, hörməti var. Düzdür, Əli Aleyhisselamın hörməti, ehtiramı var, amma Əli də olub Əli Aleyhisselamın. Axı o qudsiyyətdən düşür. Bəs onda onun zamanında olan insanları niyə qınıyırsan? Onlar Əli Aleyhisselamı çörək yeyəndə də görürdülər. Əli Aleyhisselamı yatanda da görürdülər. Əli Aleyhisselam birinin xalası oğlu idi, birinin qonşusu idi. O bizim baxışımızla baxmırıq. Biz tarixə baxdığımız kimi baxırıq. Ona görə çaşbaş qalırıq ki, bu cür insanları düzdür bizim qınamağa haqqımız var. Amma o insanlar onları adi insan gözündə görürdülər. Və Allah özü belə eləmişdi ki, fikir azadlığını əldən almasın. İnsanlar azad şəkildə bunların üstünlüyünü qəbul eləsinlər. İmam Zaman bu dini necə sevdirəcək? Yersiz, cazibəsiz. Quran necə cəzb eləyir? Quran həm cənnətdən danışır, həm də cəhənnəmdən. Bir yerdə cəzb eləyir, bir yerdə dəf eləyir. Nəuzubillah bizi anlatmır ki, ancaq gəlin bu dini bəziyək, cəmaat dinə tərəf gəlsin. Cənnət də budur, cəhənnəm də budur. Olan kimi göstərir hər şeyi, olan kimi. Kimsə bugün tənqid də eləyir ki, görün bunların kitabında nələr var, əzablar haqqında nə ayələr var. Bu insan haqlarına ziddir. Amma Quran özünü olduğu kimi tanıtdırır. Necə var elə tanıtdırır. Ona görə də mənim sözüm budur ki, intizarın birinci şərti budur ki, adam başa düşə ki, gərək belə olmaya. İkinci şərt budur ki, gərək necə ola, o barədə təsəvvür ola. Bu məscidə gələn insanların mən baxıram, böyük əksəriyyəti tələbələrdir. Müxtəlif ixtisaslar üzrə oxuyurlar, çox sevindirici haldır. Çox sevindirici haldır. İnanclı insanların bu gün elmlərə yiyələnməsi çox sevindirici haldır. Və bu tələbələrin əsas qarşısında duran vəzifələrdən biri də budur ki, onlar araşdırsınlar ki, bugünkü dünyanın problemi nədir, problemləri nədədir? Bugün dünyaya nə lazımdır, bunu araşdırsınlar. Bugün kifayət qədər kitablar da var. Bugün artıq dünyada bu oyanış baş verib. İnsanlar düşünməyə başlayıb ki, belə davam eləyə bilməz. Bəzi kitablar başqa dillərdədirsə, cavan uşaqlarımız, gənclərimiz zəhmət çəksin, o dilləri öyrənsinlər. Din ancaq məscidə gəlib, namaz qılıb, dua oxumaqdır. Din bu sahələri əhatə eləyir.
Gərək yiyələnsinlər, bilsinlər insan haqqında konsepsiyaları, ictimai konsepsiyaları, qərbdə hakim olan dəyərləri, İslami dəyərləri, bunların hamısını tədqiq eləsinlər, bilsinlər ki, bizə nə lazımdır. Bu sizlərin vəzifənizdür və bu vəzifəyə əməl eləməsəz ciddi məsuliyyət daşıyacaqsınız Allahın qarşısında. Bunu heç kəs sizin əvəzünüzdə eləməməlidir. Bu sizin bir Allah bəndəsi olaraq ictimai vəzifənizdir. Bunu kənara qoyub get, otur gecəni səhərəcən namaz qıl, vallah bir qəpik qiyməti yoxdur. Mən Allaha məsuliyyətlə and içirəm. O adamlar ki, buna qabiliyyətləri var, potensialları var. O potensialı gərək zay eləməsinlər. Bu suallar verdiyi sualları cavablandırmıram. Necə olmalıdır? O sual da qalsın gələn həftəyə. İkinci intizarın şərti budur ki, vəziyyət necə olmalıdır bunu biləsən. Üçüncü şərt nədir? Üçüncü şərt budur ki, bu necə olmalı olan şey mümkündür olsun. Bəlkə qəliz cümlə dedim, amma izah eləyəcəm. Gərək belə olmasın. Gərək necə olsun onu biləsən, sonra da biləsən ki, o mümkündür, olması mümkündür. Yəni fantastik bir şeydir. Bunu gərək biləsən. İmam Zaman dövründə deyirlər hədis var. Mötəbər hədisdir bu. Əmniyyət o dərəcədə olacaq ki, bir qadın dünyanın şərqindən qərbinə gedəcək, ona güldən ağır söz deyən olmayacaq. Bu belə bir cəmiyyət. Bir qadın dünyanın şərqindən qərbinə gedəcək, nəinki ona qarət eləsinlər, güldən ağır söz deyən olmayacaq. Bəziləri bunu eşidən kimi dərhal bu xəyalpərəstlikdir, boş-boş sözlərdir, nağıllardır, danışırlar minbərlərdən. Bu necə ola bilər? Bugün qərb ölkələri bu qədər inkişaf eləmələrinə baxmayaraq cinayətkarlığın sayını azalda bilməyiblər. Cinayətkarlığın sayı artır statistik rəqəmlərə görə. Əksinə cəmiyyətə nəzarət artır. Artıq kamera quraşdırıblar bütün böyük şəhərlərdə, Avropanın böyük şəhərlərində. Təhlükəsiz şəhər layihələridir. Yəni küçədə gedəndə də hamıya nəzarət eləsinlər. Bir halda ki, bu qədər inkişaf eləyiblər, bu əmniyyəti, bu təhlükəsizliyi təmin eləyə bilməyiblər. Siz deyirsiniz, bir qadın gedəcək, heç bir nəzarət olmadan dünyanın şərqindən qərbinə gedəcək, ona güldən ağır söz deyən olmayacaq. Deməli, bəziləri düşünür ki, bu utopik, yəni xəyalpərəstlikdən başqa bir şeydir. Gərək biləsən ki, İmam Zaman quracağı dövləti qurmaq mümkündür. Əgər İmam Zaman inancı bəlkə də biraz ağır mövzulardır. Mən çalışıram bunu moizə dilində danışam. Bunlar hamısı elmi mövzulardır, ictimai mövzulardır. Mən çalışıram ki, bunu mümkün qədər sadələşdirim, sadə danışım. Suallarınız olsa sonra müraciət eləyə bilərsiniz. Bəhslə bağlı sualları olanlar müraciət eləyə bilərlər. Əgər məhdəviyyət inancı olmasa, əgər İmam Zamanın quracağı dövlətə inam olmasa, onda bizim bütün dinimiz sual altına düşür. Bizim dinimizin haqlığı sual altına düşür. Bilirsiniz niyə? Çünki hər hansı bir nəzəriyyənin qiyməti, onun praktikliyindədir. Nəzəriyyə ona görə qiymətlidir ki, praktikidir. Yəni nə? Yəni sən bir saat burada dəyərli söz danışa bilərsən, qiymətli sözlər danışa bilərsən. Amma dərhal bugün sənə sual verəcəklər, yaxşı, əla sözlər danışdın, amma bunu eləmək mümkündür. Mümkündür bunu həyata keçirmək. Əgər dəlil gətirə bilməsən ki, mümkündür, deyəcəklər, vaxtımızı alma. Qəşəng söz danışırsan, amma bir şeyi ki, icra eləmək mümkündür, onu da mənim vaxtımı niyə görə boş yerə sərf edirsən? İmam Zaman dövləti olmasa dini biz kənara atmalıyıq ki, bu gözəl sözlərdir, amma icrası mümkündür. Kağız üstündə qalmaq üçün gəlib. Hərdən açıb baxasan, zövq alasan. İmam Zaman məhdəviyyət inancı bu dinin praktikliyini sübut edir ki, bu din icra olunasıdır. İcra olunması mexanizmi var bu dinin. Səfəvilər dövrü idi. Səfəvilər dövrü bizə tanış və doğma bir dövrdür. Səfəvi şahları bu iddiada idi ki, onlar Əhl-i Beytin davamçısıdır da, bunu bilirsiniz. Şah İsmaildən tutmuş hamısı. Ki, bunlar Əhl-i Beyt davamçısıdırlar. Onların çox böyük xidmətləri olub. Bunu danmaq mümkün deyil.
Çox böyük xidmətlər olub. Bizim tariximizin ən parlaq dövrü Səfəvilər dövrüdür. O dövrdə bir din alimi yaşayır, adını xatırlamıram, yadımdan çıxıb. Bunun torpağını zorla əlindən alıblar. Səfəvilər dövrüdür. Torpağını zorla əlindən alıblar, bu da qəzəblidir, narahatdır, nə qədər eləyir, qaytarmırlar. Tanınmış alimdir. Bir gün fürsət düşdü, hakimin yanında bir məclis idi, o zaman da ruhanilərin hörməti çox idi Səfəvilər dövründə. Şahlar legitimliyi ondan alırdılar, ruhanilər şahların legitimliyini təsdiq edirdi, yəni bu dərəcədə nüfuz sahibi idilər. Bir ruhani çıxıb minbərdən danışır, hakim də oturub baxır. Şahdır, şahın nümayəndəsidir hansısa bir yerdə. O baxır, bu danışır. Əli əleyhissalamın ədalətindən danışır. Əli belə ədalətli idi, elə idi. Bu hakim görür ki, bunun nəsə ürəyində söz var. Bu elə-belə ədalət bəhsidir. Görür, bu yanıqlı danışır yaman. Bu minbərdən düşəndən sonra cəmaat deyir, otur, kim var səndən? Cəmaat gedir, deyir, görüm nə demək istəyirsən. Bildi, əlinin ədalətindən danışırsan, amma nəsə sözlü adam oxşayırsan. Dərdin nədir, görüm. Deyir ki, siz iddia edirsiniz ədalət filan, amma mənim torpağımı alıblar əlimdən zorla. Deyir, yaxşı, torpağı alıblar, bu boyda moizəyə ehtiyac yox idi. Gəlib deyərdin, qaytarardıq. Deyərəm, indi qaytararlar torpağı. 2 saat əlinin ədalətindən danışmağa ehtiyac yox idi. Bu deyir ki, lap mənim torpağımı tutaq ki, qaytardınız. Bəs nə qədər insanlar var ki, onlara bu qədər zülm olunur? Axı, siz əlinin davamçılığı iddiasındasınız filan. O hakim ona bir söz deyir, düzdür, biz Əli əleyhissalamı çox istəyirik. Amma Əli o ədaləti ilə nə qədər hakim ola bildi? 4 il. Biz istəyirik hakimiyyətdə çox qalaq. Ona görə də xahiş edirəm, vaxtımızı almayasan. O ədaləti icra eləmək mümkündürsə də 4 il, 5 il çəkər. Amma biz istəyirik, ədaləti də sevirik, amma istəyirik hakim olaq. Biz Əlinin ədaləti ilə idarə eləsək, onda 3-4 günə dağılıb gedəcək. Biz gərək bilək ki, mümkündür. Dünya gülüstan olacaq, çox gözəl, mümkündür. Dərhal sual, bugün bu sual yaranır. Qərb insanında, dünyanın insanlarında. Bu dünyanı ədalətlə, rəhmətlə idarə eləmək mümkündür. Mən danışmışam sizə bunu keçmişdə, yadınızdadır. Təbuk döyüşündə Peyğəmbərə terror hazırladılar bir neçə nəfər. Dedilər ki, Peyğəmbəri öldürək. Vəhy nazil oldu, Həzrəti Cəbrail nazil oldu Peyğəmbərə ki, ya Rəsulallah, səni öldürmək istəyirlər. Mühafizəçilərin sayını artır, bu gecə plan qurublar, səni öldürsünlər. Peyğəmbər mühafizəçilərinin sayını artırdı. Mühafizəçilər o adamlar ki, Peyğəmbərə sui-qəsd eləmək istəyirdilər, onları tutdular. Peyğəmbər dedi ki, dərhal azad eləyin. Azad elədilər. Onlar elə müsəlmanların içində olan adamlardır. Özlərini müsəlman kimi göstərən. Mühafizəçilər, Peyğəmbər tanıyırlar kimdir. Səhər açıldı, dedilər, ya Rasulallah, bunları ifşa eləyək, cəmaata tanıtdıraq, bunlar kimdir? Dedi, yox, icazə vermirəm. Mədinəyə qayıtdılar, dedilər, ya Rasulallah, indi qoy tanıtdıraq, bunlar müsəlmanların içində müsəlman cildindədirlər, bunlar səni öldürmək istəyirdilər, dedi, olmaz. Qadağan elədi, qoymadı. Peyğəmbər vəfat elədi, həmin o adamlar Əli əleyhissalamın evinə hücum elədilər. Peyğəmbərin vəsisini onlar məzlumiyyətə düçar elədilər, xanım Fatimə Zəhranın evini yandırdılar. Kim dünyada belə bir idarəçilik görüb? Ki, bu qədər insanların eybini gizlədəsən, bu qədər mərhəmətlə davranasan, həm də hökumət eləyəsən. Belə bir hökumət qurmaq olar, İmam Zaman belə eləyəcək, yoxsa mehribansılıqdan xaric olacaq İmam Zaman. Yox, İmam Zaman da ata və babalarının sünnətindən kənara çıxmayacaq. Amma o necə olacaq ki, duada var ki, tuzillu bihən nifaq və əhluha. İmam Zaman quracağı dövlətdə münafiq 200'lülər zəlil olacaqlar. Bu necə baş verəcək? İmam Zaman ifşa eləməyəcək, bilirsiniz? Bunu keçmişdə demişik, bəzi sözlər təkrardır, mən xatırlamağa məcburam. Din qüdrətə çatanda, qüdrət sahibi olanda 200'lü adamların sayı çoxalır. Çünki onlar görürlər ki, dindarlar əzizdir. Məkkə fəth olundu elə Peyğəmbər zamanında. Məkkə fəth olundu, din qüdrətə çatdı, Əbu Süfyan müsəlman cildinə girdi. Çünki gördü ki, mümkündür başqa cür.
Çünki gördü ki, müsəlman olanda bu cəmiyyətdə əziz olursan, ona görə münafiqlik belə yaranır. Münafiqlik dinin zəif olduğu dövrdə olmur. Din güclənəndə nifaq da çiçəklənir münafiqlik. Amma İmam Zaman dövrünün xüsusiyyətinə bax. Din qüdrət sahibidir, amma deyir orada münafiq yoxdur. Necə olacaq? Peyğəmbər münafiqləri ifşa eləmirdi. İmam Zaman ifşa eləyəcək. Deyəcək, bax bunlar münafiqdir. Necə olacaq? Babasının yolundan, üslubundan çıxacaq. Bəlkə şərait öz ifşa eləyəcək onları, münafiqləri. Bəlkə şərait belə olacaq ki, daha insanları allatmaq mümkün olmayacaq. O başı daşdan daşa dəyəni daha allatmaq olmur. İndi də bu hadisələrin şahidiyik. Dünənə qədər bəzi dövlətləri zalim olduğunu insanlar başa düşmürdülər. Bugün artıq hamı başa düşməyə başlayıb. Dünənki dövrə qədər demək olmurdu ki, filan dövlət işğalçıdır, zalimdir. Bugün artıq Türkiyə də bunu deyir, bugün artıq Ərəb ölkələri də bunu deyir. Yavaş-yavaş gəliblər bunu deməyə. Şərait özü onların kimliyini ortaya qoyur yavaş-yavaş. Üzə maskalar ki, vurulmuşdu, onlar yırtılmağa başlayır. İmam Zaman dövründə vəziyyət bəlkə bu qədər şəffaf olacaq ki, artıq nifaqın, ikiyüzlülüyün mövcudluğu sual altına düşəcək. Çünki allatmaq mümkün olmayacaq insanları. Mən sözümü yekunlaşdırmaq istəyirəm, vaxtınızı çoxalmayam. İndiyə qədər din icra olunmayıb. Dinin əsas problemi budur. Allah bizə kitab göndərib, Quran. Amma bu din icra olunmayıb. Peyğəmbər zamanında vaxt yox idi bu dinin bütün hökmləri icra olunsun. 23 il ərzində Peyğəmbər bu dini bərqərar eləməyə imkan tapa bilmədi. Çünki bu hələ təzə doğulmuşdu. Əli əleyhissalamı da öldürdülər. Din haçan icra olunacaq, onu bizə İmam Zaman dövrünü vəd ediblər. Allah nəzərdə tutmuşdu ki, bu din Allahın vəlisi vasitəsilə icra olunsun. Mən bir dənə haşiyə çıxım, təzdən qayıdım, bəhsə icazə verirsiniz. Ümumiyyətlə, mən sizdən soruşuram, din nə üçün gəlib? Din nə üçün gəlib? Bugün, biz bugünün dindarına baxaq, özümüzü dindarların sırası, məncə bu sizin üçün maraqlı mövzudur, ona görə haşiyə çıxıram. Bugünün dindarına baxaq ki, biz də o qrupa aidıq da, din adamları yox, bu yolu özümüz üçün seçmişik. Bugünün gənc dindarına baxın. Bugün gənc bir adamın, dindar insanın dinə əməl eləməsi nə qədər çətindir. Din yəni elə belə də çətin olmalıdır, zatında bu qədər çətindir. Din elə belə çətin olmalıdır. Yoxsa vəziyyət qarışıb dindar olmaq çətinləşib. Bugünün dindar cavanının problemi budur ki, şəhvətlə mübarizə aparsın, fəsadla mübarizə aparsın, fəqirliklə mübarizə aparsın, başqa dövlətlərin düşmənçiliyinə mübarizə aparsın, özünü birtəhər saxlasın. Din yəni elə budur ki, insan zorla birtəhər özünü qəbrə çatdıra bilsin, salamat çata bilsin, ruhunu sağlam saxlaya bilsin, yoxsa Allah başqa cür nəzərdə tutmuşdur. Yoxsa din zatında çətin bir şeydir, ictimai şərait dini çətinləşdirir bəlkə. Bəlkə din elə bu qədər də çətin olmamalıdır, ictimai şərait belə gətirir ki, dünya qarışıb ki, dindar olmaq çətindir. Bəlkə ikinci cavab doğrudur. İmam Zaman dövründə necə deyirlər, xəstəlik yox. Elm inkişaf eləyir, xəstəliklərin hamısını sağaldır. Maddi sıxıntı yox, sədəqə verməyə adam yoxdur. İnsanlar bir-biri ilə mehribandırlar, bir-birinə mane olmurlar, kömək eləyirlər. İmam Musa Kazımın yanına gəldilər, dedi biz sizi sevirik, dedi siz harada yaşayırsınız filan yerdə, orada necədir şərait, necə siz mehribansınız bir-birinizdən, dedi bəli, dedi bir-birinizin cibinə girib rahat istədiyiniz qədər pul götürə bilirsiniz, dedi ağa yox o düzgün iş olmaz heç. Dedi onda çox da tərif eləməyin özünüz, amma bizim qaimimiz zuhur eləyəndə onda elə olacaq. Onda möminlər bir-birinin cibindən rahat götürəcəklər istədikləri qədər, heç baxmayacaq ki, nə götürdü, kim nə götürdü, nə verdi. Amma bugün möminlər mal üstə dava eləyir bir-birinə. Namaz qılanlar bir-birinə, ikisi şərik olur, nə qədəsi mənə müraciət eləyir. Sayın hesabını itirmişəm. Birləşəndə müraciət eləmirlər.
ayrılanda, dava düşəndə müraciət edirlər ki, gəl bizi qəzavət elə. İkisi də dindar, namaz qılan 5 manat pulun üstündə düşmən olurlar bir-birinə. Bu günümüzün reallığıdır. Dindarlıq budur ki, insan bütün ömür boyu fəsadla, günahla mübarizə aparsın, yoxsa dindarlıq budur ki, insan göylərə pərvaz eləsin, Allaha tərəf getsin. Din gəlib elə adamı bədbəxtlikdən qutara, yoxsa xoliyin zirvəsinə çatdıra. İndi din belə vəziyyətdədir ki, məni bədbəxtlikdən qutarsa böyük şeydir. O qədər çətindir. Biz niyə bu dindən ləzzət almırıq axı? Eşidirik filan kəslər ləzzət alıb, amma özümüz ləzzət ala bilmirik. Elə bir ömür günahla mübarizə aparmaq üçün yaşayırıq biz. Bir nəfər alim zarafatca belə bir misal çəkirdi. Deyirdi, bəşəriyyətin vəziyyəti buna oxşayır. Elə bir futbol komandasıdır, məşqçi ilə gedir yarışa. Bir avtobusda oturub gedirlər. Yolda bu oyuncular arasında dava düşür. Oyuncular başlayır bir-birini döyməyə, məşqçi də başlayır bunları ayırmağa. Deyir, nə məşqçinin əsl işi bunları ayırmaqdır, nə futbolcuların əsl işi davadır. Futbolcuların əsl işi budur ki, yarışa getsinlər, oynasınlar, zövq alsınlar, xoş keçsin onların günü, bunun sundular. Amma yolda dava düşüb, indi məşqçi öz əsas işini atıb bunları ayırmaqla məşğuldur. İmamların işi belə idi. İmamlar davaları, ixtilafları həll eləməklə məşğul oldular. Bunların həqiqi işləri budur. İnsanlıq bunun üçündür ki, bir-birindən vuruşsun, dalaşsın, mənəvi dəyərləri yaşatmaq bu qədər çətin olsun. Özümüzü bu günə qoydu. İmam zaman gələndə din əsl funksiyasını yerinə yetirəcək. Din gəlməyib ki, bədbəxtçiliklə xoşbəxtçilik arasında bizi bədbəxtçilikdən qutarsın, deyə bədbəxtçilikdən qutardıqsa şükür Allaha böyük şeydir. Din gəlib ki, bizi göylərə uzatsın, uca zirvələrə qaldırsın. İmam zaman maniyələri aradan aparacaq, dindarlığa olan maniyələri. Ondan sonra deyəcək ki, mübarizə asandır insan üçün. Çox zəhmət lazımdır. İndi gəl başda bu dindən ləzzət almağa, yuxarını fikirləşək, aşağı ilə yuxarı arasında seçimdə qalma. Din gəlib səni nə qədər mümkündür yuxarıya qaldırsın. Bu qədər enerji ki, bizlər sərf eləyirik günahla mübarizəyə, bu enerjini başqa şeyə sərf eləsəydik, haralara çatmışdı. Ona görə bizim dövrün insanlarının savabı bu qədər çoxdur. Bu qədər savab Allah verir. Namazın tərifini verək, bugünkü zamanda qıldığımız namazın tərifi nədir? Namaz nədir bugünkü zamanda? Namaz budur ki, biz deyanaq Allahın huzurunda güc alaq, enerji alaq ki, bu fəsadla, günahla mübarizədə bizə kömək eləsin. Namaz budur bizimlə. Ki, biraz bir aram olaq, Allahla ünsiyyətə girək ki, bu bizi saxlasın. Amma İmam zaman zuhur eləyib, problemlər həll olub, maniyələr aradan gedib. İndi namaz nədir? Namaz qayıdır öz əsl funksiyasına. Artıq da namaz qılanda pul fikri gəlmir adam beyninə, çünki pul problemi yoxdur. Başqa fəsad fikri gəlmir, günah fikri gəlmir. Çünki bütün şeylər, maniyələr aradan gedib, namaz olur. Əs-salat meyracul mömin. Namaz möminin meyracıdır. Namaz gəlmişdi, meyrac ola. Namaz gəlməmişdi ki, elə ancaq bizi günahdan saxlaya. İmam zaman maksimum ictimai şərait yaradır ki, dindən insanlar ləzzət alsın. Din insanları göylərə qaldırsın. Bir dənə misal deyim sizə, təyyarə diyanıb elə bil. Təyyarə. Gün işıqlı havadır, yayın günüdür. Biz də gəlmişik gündən qorunmaq üçün təyyarənin kölgəsində oturmuşuq. Təyyarənin işi bizə kölgə salmaqdır, yoxsa bizi göyə qaldırmaqdır. Təyyarənin işi budur ki, bizi göyə qaldırsın. Din bugün bu vəziyyətdədir. Biz hələ ki dinin kölgəsində kölgələnirik ki, özümüzü fəsaddan qoruyaq. Amma bu dinin əsl işi budur ki, bizi göyə qaldırsın. O İmam zaman dövründə mümkün olacaq. Düzdür, indi bəzi insanlar var ki, mühitdən özlərini tam azad eləyiblər. Buna çata biliblər. Amma bu az sayda insanlardır. Çoxları bunu bacarmır. Çoxları bunu eləyə bilmir. Deyirlər, rəcətin fəlsəfəsi budur. Rəcət bilirsiniz də nədir? İmam zaman dövründə bəzi insanlar dirilib dünyaya qayıdacaq. Deyir, bu kimlərdir? O insanlardır ki, öz zamanlarında maksimum çalışıblar, əlindən gələn eləyiblər. Amma özlərindən asılı olmayan səbəblər onların möminliyin zirvəsinə qalxmağına mane olub. Hətta Salman kimi bir adam, Peyğəmbər ona müjdə verdi ki, sən də rəcət eləyib qayıdacaqsan.
O fəzada nəfəs alacaqsan, əsl kamillik zirvəsinə qalxıb sonra dünyadan köçəcəksən. Salman deyir, bu müjdəni Peyğəmbər mənə verəndən sonra da mənə fərqi yox idi, dünya kimin əlindədir. Mən o qədər sevindim. Bu özü çox geniş bəhsdir ki, onun üstündə dayanmıram. Dördüncü şərt nə idi? Dördüncü şərt bu idi ki, insanın ürəyində istək yarana ki, ağa tez zuhur eləsin. İstək yarana. Biz deyə bilərik ki, biz istəyirik İmam Zaman gəlsin, biz lehinəyik məsələnin. Sadəcə bizdən soruşsalar, deyirik, hə, gəlsə pis olmaz, maraqlı olar. Bizim istəyimiz bu həddədir. İmam Zaman zuhurunu istəyən bütün vücudu ilə ən böyük arzusu budur ki, ağa zuhur eləsin, gəlsin və bu deyilənlər baş versin. Bir nəfər gəlir, üzr istəyirəm, vaxt uzaldım, sözümü tamamlayıram. Bir nəfər gəlir İmam Sadiq əleyhissalamın yanına, ağadan soruşur, deyir, ağa bizim savabımız çoxdur ya 12-ci imamın sahabələrinin. İmam Sadiq əleyhissalam deyir, sizin savabınız, qiymətiniz daha çoxdur, dəyəriniz daha çoxdur. Niyə? Ona görə ki, onun dövründə din əziz olacaq, dinə əməl eləmək asan olacaq. Siz isə mən qəribəm bugün, zülm altındayam. Siz bugün dinin çətin dövründə iman gətirmişsiniz, mənim yanımdasınız, sizin üçün çətindir. Orada dindarlar izzətə çatır, burada dindarları təqibə məruz qolur. Odur ki, sizin ibadətinizin qiyməti çoxdur. İndi mən sizə sual verirəm, siz də cavab verin. Bizim qiymətimiz çoxdur ibadətimizin, ya İmam Sadiqin dövründə olanların? Bizim ondan da çoxdur. Niyə? Onlar heç olmasa İmam Sadiqi görürdülər, biz ki görə bilmirik. Deməli, 2 dəfə çoxdur. İmam Zaman zuhur eləyəndə bizim savablarımızın qiyməti 2 dəfə azalacaq. Günahlarımızın məsuliyyəti daha artacaq. İndi çox günahlarımızı bizə bağışlayırlar, amma orada indi elədiyimiz günahın çoxuna görə ağır cəza verəcək Allah bizə. Bunu ki İmam Sadiq ona dedi, onda dedi, ağa bəs biz niyə zuhur istəyək? Bir halda ki indi savabımız çox, günahımıza az məsuliyyət var, bəs onda zuhuru niyə istəyək? İmam Sadiq əleyhissalam cavab verdi ki, ona görə istəyək 2 səbəbdən. Bir, Allahı sevdiyimizə görə. İmam Zamanı sevdiyimizə görə. Allah və İmam Zaman birinci səbəb. Düzdür, sənin bugün savabın çoxdur, amma sənin imamın məzlumiyyətdədir, onun ürəyi qan içindədir, bütün bu çətinlikləri görür, ona nicat vermək üçün zuhur istə, təkcə özün üçün yox. Axı, o da qəm qüssə içindədir, sənin ağon dərd içindədir, sən dua elə ki, o bu dərddən nicat tapsın, bu birinci səbəb. İkinci də insanları sevdiyinizə görə, axı, haqqı ancaq özünüz üçün istəməyin, fikirləşin ki, niyə axı mən hidayət olum, dünyanın harasındasa insanlar hidayət olmasın. Cəmaatı sevdiyinizdən istəyin İmam Zaman zuhur eləsin ki, bu dindən tək mən yox, hamı istifadə eləyə bilsin. Bu dinə hamı hidayət ola bilsin. Bax, bu genişlikdə adama qəlb lazımdır İmam Zaman zuhurunu istəmək üçün. Heç olub həyatınızda, mən inanmıram olub. Düzdür, bəlkə də hörmətsizlik eləyirəm, bəlkə də tək-tük adam burada var ki, onun həyatında bu olsun ki, bir günahkar görəndə onun aqibətinə oturub ağlayasan, özdə sənə doğma olmayan adam olsun. Yox, biz deyir, Allah lənət eləsin buna. Biz günahkar görəndə belə deyirik. Amma insan odur ki, bir dənə günah səhnələri hərdən göstərirlər, dünyanın hər hansı bir yerində. Qafildir insanlar, günah eləyir. Heç olub ki, ürəklə istəyəsən ki, Allah, bax, bunları da hidayət elə. Mən sizə bunu danışmışam deyə bir nəfər oturmuşduq bir arif adamla, sahildə, dəniz qırağındaydı, oturub söhbət eləyirdi, bir də gördük o yanda oynayırlar, oxuyurlar, içki içirlər, şərab içirlər, bizə mane olurlar. Biz deyik, qəzəbləndik, dedik, ağa, bunlara bəddua elə, görürsən, fəsad əhlidirlər, günah əhlidirlər, qarğış elə bunlara. Deyir, o baxdı, əlini göyə qaldırdı, hətta gözündən yaş gəldi. Ağlaya-ağlaya dedi ki, ilahi, bunları dünyada sevindirdiyin kimi qiyamətdə də sevindir. Biz deyir, bu necə duadır, bu günahkar deyir, indi bunlar şaddılar. Allahdan istədim ki, bunlar hidayət olsun düz yola, doğru yola, düz yola gəlsinlər, qiyamət günü bunların bayramı olsun, bunlar sevinsinlər, şad olsunlar. Bu məntiqlə yaşayan insanlar zuhur istəyir, çünki başqalarının saadətini arzu edirlər. Bir nəfər alim idi, can verirdi, deyir, gördülər, ağlayır, dedilər, siz niyə ağlayırsınız? Deyir, qorxuram ki, Allah qiyamətdə məndən soruşa ki, dünyanın filan yerində 1 xristiyan, 5 xristiyan, milyonla xristiyan qalmışdı, nə qədər çalışdın onların düz yola hidayəti üçün?
İslam onlara tanıtdırmaq üçün. Qorxuram ki, üzrüm olmaya. Mən bu dini tanıtdıra bilmədim. Dünyada bir nəfər də varsa bu dini tanımayıb, mən müqəssirəm, mən günahkaram. İnsanlara bu qədər sevgi içində olasan, Əbu Turabi var idi, alim idi. Deyir, onu tutmuşdular, bir nəfər ona işgəncə verirdi. Qamçı ilə səhərə qədər döyürdü. Deyir, elə ki, səhər açılırdı, bu gəlirdi ona deyirdi ki, çox-çox üzr istəyirəm, sən də mənə görə avara qalmışsan, səhərəcən yatmamısan. O adam ki, buna əziyyət verir, buna işgəncə verir. Bəli, gülməlidir, doğrudan gülməlidir. Amma insaniyyət budur. İnsaniyyət budur ki, biləsən ki, hətta o sənə zülm eləyən insanı da insan kimi görəsən. Qabağında ki, çox əziyyət çəkdin, səhərə qədər yatmadın. Bu İmam Hüseyin məntiqidir ki, Ömər Səd gəlir İmam Hüseynin başını kəsməyə. Ömər Səd gəlir İmam Hüseynin başını kəsməyə. Ax, İmam Hüseyin bilir ki, o cinayət ki, imamın başını bədənindən ayırasan, bu da son nöqtədir. Bu çox böyük əzaba səbəb olar. Gözünü açır Ömər Səd kimi rəzil bir adama deyir ki, Ömər Səd, səndən başqa bir adam tapılmadı Yezid qoşununda gələ bu işi görə. Sən niyə bu yükün altına girirsən? O deyir, ayılır biraz ayılır, qaçır gedir, qayıdır. Ömər Sədin də əzabının biraz yüngül olmasının fikrində olmaq, bu bizim imamımızdır. Ki, axır vaxtında fikirləşir ki, bəlkə buna da kömək eləyim ki, heç olmasa biraz əzabı yüngül ola. Ömər Səd qaçır, sonra bilirsiniz kim gəlir və o işi görür. Şimri seçib göndərirlər ki, ged o işi gör. Hətta bu insanlara qarşı belə yanaşır. 313 dənə belə insan olsa, bu məntiqlə yaşayan insan, müasir dünyada yoxdur. Bu məntiqlə yaşayan insan olsa, İmam Zamanın zuhuru bu qədər təxirə düşməz. Və 5-ci şərt ki, onun barəsində danışmıram, o da budur ki, zuhur üçün çalışmaq, əməl eləmək, o da inşallah qalar. Gələn söhbətlərdə İmam Zaman dövlətinin xüsusiyyətlərini deyərkən ona da toxunarıq.